Hörmətli Azərbaycanın dəyərli insanları, şu qardaş proqramı daim izləyiciləri, şəhid Qazi Veteran ailəsi, sizə Mingəçevir şəhərində Royal qardaşımızı tanış etməyə getmişəm və bu çəkilişi edirəm ondan ötəri ki, bizim xalqımız, millətimiz bir daha erməninin tankını əlindən alıb gətirən belə bizim igidlərimiz, veteranlarımız var. Və həmd olsun Allahın dərgahına ki, Azərbaycanın 200-dən artıq torpaqları işğalda bir qarşını almayan, amma Müzəffər Ordunun Ali Başkomandanının əskəri bu cür süzayət göstərmiş, vətənə xidmət etmişdir. Onun üçün də əziz və hörmətli bacılar, qardaşlar, biz 200 minə yaxın veteran olduğunu bilirik. Hamımız bilirik ki, bizim xalqımız döyüşkən xalq olub, qeyrətli, şərəfli xalq olub. Əlbəttə ki, nankörləri hamımız bəllidir. 92-ci illərdə çörək tapıb yeyə bilmədiyimiz günlər hamısı bizim gözümüzün qabağındadır. Amma müasir bu ölkədə, müasir devirdə yaşadığımız Azərbaycanın, çiçəklənən bu Azərbaycanın gələcəyi görmək istəyirsə, hamımız belə qardaşlarımızın yanında olmalıyıq. Əziz və hörmətli iş adamları, bacılarım, qardaşlarım, aslanın erkəyə dişisi yoxdur. Əlbəttə ki, Demboli, siz bilirsiniz ki, bu Azərbaycan xalqının içində. Dünya Azərbaycanları, bacılarım, qardaşlarım, belə dəyərli qardaşlarımızın yanında olaq. Onlara maddi, mənəvi dəstək olaq. Kirədə yaşayan bir qardaşım 2 dənə əskər böyüdür və 20-ci ilində Qarabağ döyüşlərində 44 gündə süzayət göstərmiş. Hətta yenə deyirəm, erməninin tankını əlindən alan bu qardaşımıza qayğı saygı göstərək, onu hər zaman diqqətimizdə saxlayaq və bizim vasitəmizlə, bizim özümüz bilirsiniz, sosial şəbəkədə telefon nömrəmiz də var, qardaşımızla əlaqə saxlaması hər zaman buyurun, birbaşa sizlə əlaqə yaratdıracağım, qardaşımızla yaxından tanış olun. Və bunun kimi qardaşlarımıza mən sizlərin minnətdarlığımı bildirirəm, əziz qardaşım. Sizə təşəkkürümü bildirirəm. 3 qardaş, şəhid Qazi Veteran ailəsinin adından. Siz həmən bizim o rəhbərlik etdiyimiz bu qurum ki, hansı var, təbliğat ki var, vətən üçün, vətən aşiqləri ki, sizin kimi qardaşlarımızı xalqımıza tanıtmağa biz hazırıq. Əziz və hörmətli Azərbaycan Respublikasının Ali Başkomandanı Cənab İlham Əliyev, Müzəffər Ordunun Ali Başkomandanısınız. Dünyada analığı olmayan bir siyasət yürüdürsünüz. Hətta Ağ Evdə özünüz necə Donald Trump'a göstərdiyiniz Azərbaycancılıq, o şərəfli yolu və necə Azərbaycan oğlu necə olmalıdır onu göstərdiniz. Biz də sizdən çox razıyıq və bunun kimi qardaşlarımızı hər zaman diqqətlə nəzərdə olmasını xahiş edirəm. Mingəçevir şəhərində yaşayan, əslən Ağcabədə böyüyüb, doya başa çatmış oğul, Ağdam istiqamətində döyüşüb, valideynləri kasıb bir ailədədir, çətin durumdadır, ona dəstək olaq, ona yardımcı olaq, onun güzaranını yaxşı etmək üçün, ona iş yeri düzəldək, iş adamlarına buradan səslənirəm ki, bir daha qardaşımızı unutmayın. Sizə uzun ömür, can sağlığı arz edirəm. Sözü Royal qardaşıma verəcəm ki, o da öz həyat yolunu hansı tərəfdə, hansı istiqamətdə müharibə və erməninin tankını necə aldın, onu xalqımıza buyur çatdıracaq. Buyur, söz sizlərdir bu arkadaş. Allah xoş gəlmişsiniz. Canınızı sağ olasın. Bu 2020-ci ildə sentyabr ayında 44 günlük vətən müharibəsinin Cənab Ali Başkomandanın əmri ilə bəli, döyüşə hücum atıldıq. Yəni, döyüş istiqamətlərində açıqlamaq istəmirəm, harada olduğum yerləri. Yəni, bəlli, bütün dünya bəllidir. Buradan gizlənəcək heç nə yoxdur. Hansı istiqamətli Nizamlı qüvvəsini, tankını, texnikasını gətirmişik. Şəxsən bu əməliyyatlarda iştirak eləmişəm. Video çəkilişlərdə də var, şəkillərdə də var. Mən birini internet olaraq göstərəcəm. Mən birini zaman dəyərləm bacı qardaşlarıma göstərəcəm. Burada məndə var onun erməninin tankını bayrağımızla minib, əlini qaldırıb, bayrağını ucaldan bu qardaşımız budur, əziz hörmətli bacı qardaşlarım. Və belə bizim qəhrəmanlarımız nə qədər olduğunu da bilirsiniz və buyur qardaş, davam edin. Sadəcə olaraq
Mən 2020-ci ildən Mingəçevir şəhərində kirayədə yaşayıram. Özüm gələcəyin 2 əsgərini böyüdürəm, 2 az yaşlı körpəm var. İstəyim tək olaraq bir dənə o idi ki, yəni maddi durumum çox aşağı bir səviyyədə olduğuna görə. Burada kiraya yaşayırsan. Bəli, burada da hal-hazırda Birinci mərtəbədə və soyuq bir otaqda əziz hörmətli bacı qardaşlar. kirayədə yaşayıram. Yəni bugünkü gündə də yəni bu keçirdiyim ağır əməliyyatdan sonra da yenə işləsəydim, hərbi xidmətdə olduğum zaman olsaydı, sağ olsun Cənab Ali Baş Komandanımız, Müdafiə Nazirliyimiz bizə əmək haqqı verirdi, çox gözəl. Onunla dolanmaq mümkün. 700-800 hərbi hissədar qulluq etmişsiniz də siz? 700. Bəli, döyüşdə olmuşam. Allah canınızı, buradan da onlara hər birini salamlayacaq. Ordumuza Allah var eləsin, can sağ eləsin. Sağ olsunlar, var olsunlar. Hətta kirayə puluna kimi təmin edirlər bizi. Yəni reallıqdır. Sadəcə olaraq bugünkü gündə artıq mən ordu salarından yaramadığım üçün təxris olundum. Və aldığın qəzadan beyin travmasından. Keçirdiyim beyin travmasından sonra artıq mən də ordu salarında xidmət edə bilirəm. Yəni Sən qazisən, veteran deyilsən, qazisən mənim dəyərli qardaşım. Belə də, yəni ki, yaralanmışsan, hansı yolda? Vətən yolunda. Yəni ki, əlbəttə ki, bunu lazım olan orqanlar hamısı nəzərə alacaq və bu sənətin üstünə düzgün işləyəcək. Çünki biz bunu hətta Royal müəllimi qardaşımızı diqqətdə saxlayacaq. Onun sənədlərin düzgün işlənməsi üçün lazım olan orqanlar burada öz fəaliyyətini göstərəcək. Və bu rüşvətə yox, belə qardaşlarımızın, çətin durumda olan qardaşlarımızın yanında olmalıyıq və bundan da sonra belə olacaq. Davam edəcək qardaşlar. Övladların neçə yaşları var? Böyük övladımın 5 yaşı var, kiçik övladımın 3 yaşı var. Allah sağlasın, Allah sağlasın. Gələcəyin əsgəri. Bəli, gələcəyin içərisində. Maşallah, maşallah. Balaca övladım düzdür, danışmıyor inşallah. Görəndə. İnşallah o da danışacaq. Mən bizdə 3 yaşına yarından sonra danışmayacağım övladımda. Allah kömək. Sözümün canı o deyil qardaşım. Sözümün canı sənin kimi qardaşlarım o. Vətənimdən əskik eləməsin. Sənin kimi vətənpərvər övladları Allah qorusun. Buradan vətənimizin bütün nə qədər ki dəyərli bacı qardaşlarımız var, onlara salam olsun. Buradan da salamını Ali Baş Komandana, Müdafiə Nazirinə, əskər yoldaşlarına, hər kəsə salam söyləyə bilərsən. Belə hamısına kollektiv surətdə. Cənab Ali Baş Komandanımız başda olmaqla, Müdafiə Nazirimiz, bütün döyüş yoldaşlarımın hamısına xidmətində uğurlar arzulayıram. Düzdür, onların yanında olmasınlar. 44 gündə onların yanında oldum, çiyin-çiyinə döyüşdük. Allah hamısını var eləsin. Yəni, yenə bir söz işlətmək istəyirəm. Yəni, bunu söz olaraq, söz xatirinə demirəm. Bu gündə mənim başımın demək olar ki, böyük bir hissəsi plastik materialın əvəz olunmuş bir halda mənim sənədimə yazılır ki, sülh və müharibə dövründə xidmətə tam yararsızam. Ancaq mən hər an, hər zaman daim hazıram. Yəni, bu vəziyyətdə də olsam belə Dəmir yumruğun yanındasın. Bəli, dəmir yumruğun yanındayım. Döyüş başlasam, mən yenə də döyüşə gedəcəyəm. Və mən buradan sizə Dəmir Yumruğun İctimai Nəzarətin birinci mavini yanımızda çox hörmətli bacımıza söz vermək istəyirəm. Həm də 3 qardaş şəhid qazi veteran ailəsinin bir mavini olaraq, birinci mavini olaraq xahiş edirəm siz də özünüzü təqdim edin və xalqımız bir daha sizi tanısın. Dün axşamdan siz bizim kollektivdə bizim mavin olaraq çalışırsınız və bugün də bu məhz bu qardaşımızdan başladıq. O bir şəhidimizin ailəsindən başladıq və buyurun xahiş edirəm özünüzü təqdim edin. Mən də qardaşımızı salamlayıram. İnşallah ki, bu çəkilişdən sonra sizə də dəstək olar, kömək olar. Sizin də 2 balanız böyüyür, vətənə, xidmətə yararlı evlatlar böyüdürsünüz. Allah can sağlığı versin, şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə, veteranlarımıza da kömək dursun. İnşallah ki, ürəyizcə olar, hər şey yaxşı olur. İnşallah. Çox sağ olun, çox sağ olun Əmdər bacım. Bununla da əziz və hörmətli tamaşaçılar, biz hər zaman şəhid ailələri ilə, qazilərlə, veteranlarla və kimsəsizlərin haqqı taxtalanların yanındayıq. Gecə, gündüz bizim üçün fərq etməz. Buyurub sözünüzü deyə bilərsiniz. Siqnalı da biz Cayanaq Ali Baş Komandanı öpürmək bizim kanalına hər zaman hazırdır. Fərdi olaraq, mən əskər olaraq, sıralı bir əskər kimi hər bir xalqımın xidmətindəyim. Allah xalqını qorusun.